Hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 4-cü sinif riyaziyyat dəftərindən səhifə 38 və 39-dan təşviqlər hədiyyə edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmaq və like atmağı unutmayın. Gəlin başlayaq. Bir verilmiş ədədlər arasından dairədəki ədədin bölənlərinin altından xətt çək. 40-ın bölənləri 4, 5, 8, 10-dur. B-də 28-in bölənləri 2, 4, 7. C-də 189-un bölənləri 3, 7, 9-dur. D-də 5400-ün bölənləri 2, 5, 6, 9, 18, yəni hamısı. İki vurum əməlindən istifadə etməklə verilən ədədlərin bölənlərini tap, bəzilərini sahə modelini istifadə etməklə təsvir et. Yəni elə hamısını eləyək, çünki elə yəni 3 variantda birini olsa təsvir eləyim. 25 ədədinin bölənləri 1, 5, 25. B yazırıq. Burada 1, sonra bir düzbucaqlı çəkirik elə bil. Sonra altında da yazırıq 25. Sonra bir dənə kvadrat çəkirik. Soluna bir də altına yazırıq. İkisinə də 5. Cem 30, yani burada verili de olsa sadece rakamları değiştiririk. Aha burada yazırsınız 1, burada yazırsınız 25. Burada yazırsınız 5, burada olsa 5 yazılıb. Cem 36 ədədinin bölənləri 1, 2, 3, 4, 6, 9, 12, 18, 36. Cem deməli nə yaza bilərsiniz? Aha, birdən bundan çəkə bilərsiniz. Məsələn, 2-nin yerinə 3 yazın. Burada da yuxarısında 12 yazın. D. 64 ədədinin bölənləri 1, 2, 4, 8, 16, 32, 64. Sonra bir dənə kvadrat çəkirsiniz. Burada yazırsınız 16, burada yazırsınız 4. 3. Verilən ədədlər arasından sahə ədədləri tap və haşiyəyə al. Sahə ədədləri 3, 5, 17, 13, 23, 29, 11, 19, 31'dir. Yəni 14, 27, 35'dən başqa hamısı. 4. Sayısı verilən ədədlərə bərabər olan düzbucaqlıları çək və belə düzbucaqlıların sayını xanaya yaz. Sahə ədədlər üçün belə düzbucaqlıların sayı nə qədərdir? Deməli, yenə bayaqki kimi, gəlin yenə buradan belə saxlayaq ki, qoy yenə görə biləsiniz. Aha. Deməli, 6, bura xanaya 2 yazaq. Deməli, burada 2 yazılıb, siz də bura 3 yazın. 10 yox, 3 yazın. Sonra bir dənə də çəkə bilərik. Məsələn, bura 1 yazın, bura isə 6 yazın. Yəni yox, elə yox. Bura 1, bura 6. Yəni kvadrat yox, düzbucaqlı çəkir yenə. Sonra B 7, 1 yazaq. Burada yazırsınız 1, burada da 7. Sonra C 11, yenə 1 eləyək. Burada 1 yazırsınız, burada 11. Sonra D'də 16, 2 eləyək. Buraya yazırsınız 2, buraya 8. Sonra yenə bura 16, bura isə 1. Boş xanalara elə sadə ədədlər yaz ki, bərabərlik doğru alınsın. Yaza bilərik. 17 vurulsun 3 eləyər 51. 5 vurulsun 13, 65. 11 vurulsun 7, 77. 31 vurulsun 2 eləyir 62. Boş xanaları fərqli ədədlər yaz. 24'ün böləni. 24 böləni 8, 6. 8'in və 6'nın böləni 4 və 8, yəni 48. Bölünəni də. Əslində 8-i 6-ya vuranda da 48 edir, yəni ondan da bilmək olar. Sonra
Altının ve 3'ün bölünəni 24. 24'ün böləni 4. Diğer böləni 12. 4 ilə 12'nin böləni 48. Şəsəs və ifa 39'u 7 Venn diaqramının orta hissəsinin uyğun əlaməti yaz və ədədlər bölünmə əlamətlərinə görə uyğun hissələrə yerləşdir. 3'ün bölünənləri 12, 42. 5'in bölünənləri 125, 230. Orta hissəsini yazırıq. 3'ün və 5'in bölünənləri. Oradakı ədədlər də 75 və 78. B'də isə 6'nın bölünənləri 30, 186, 9'un bölünənləri 387, 693, 6'nın və 9'un bölünənləri 54, 126. 8 boş qalanlara birdən fərqli elə ədədlər yaz ki, bərabərlik doğru alınsın. A. Böləni, sonra 48'in böləni. 4'ü 2'ye vurarıq 8. B'də 12'nin böləni 3, 63'ün böləni 9. 3 3'e 9. 9 doğru olan fikirləri doğru smaylıqı ilə, yanlış olan fikirləri yanlış smaylıqı ilə işarət et. 24 ədədi 48'in bölənidir. Bu doğrudur. 128 ədədi sadə ədəddir. Xeyr, səhvdir. 3 ədədi 111 ədədinin bölünənidir. Yanlışdır. 36 ədədinin bölünənlərinin sayı 4'dən çoxdur. Bu da yanlışdır. Eratosfer üsulü ilə 100'ə qədər ədədlər arasında sahə ədədlərinin tapılması. Bir ədədin üstündən xətt çək. Bu ədəd nə sadə, nə də mürəkkəb ədəddir. Gəlin bundan xətt çəkirik. 2 ədədin dairəyə al və bu ədədin bölünənlərinin üstündən xətt çək. Deməli, bu ədədin bölünənləri. Yəni artıq bütün cüt ədədlər. Sonra isə nə deyir? 3 ədədini dairəyə və bu ədədin bölünənlərinin üzərindən xətt çək. 93. Sonra baxaq 5 ədədini dairəyə al və bu ədədin 4'də əslində bunlar da 2'nin bölünənləri ola bilər, cüt ədədlərdir. Verir, xətt çəkə verir üzərindən. Sonra deyir ki 5 ədədini dairəyə al və bu ədədin bölünənlərinin üzərindən xətt çək. 5 dənə idi. Deməli sonu 5 və 0 ilə qutaranlar. Artıq bunları da xətt çəkək. Sonra deyir ki 7 ədədini dairəyə al. Bu ədədin bölünənlərin üzərindən xətt çək. Əslində bunu da xətt çəkək. Bu 2 ədəddə əslində bütün cüt ədədlər olmalıdır. Ona görə 16, 26, 36, 48, 56. Bütün cüt ədədlər yəni burada artıq getdi. Baxaq cüt ədədlərdə 8, 18, 28, 48, 58, 68, 88, 98. 7 ədədini dairəyə al və bu ədədin bölünənlərinin üstündən xətt çək. Sən 7'nin bölünənləri 21 ola bilər. Onları da
Baxaq. Belə. Sonra 4-də hamısı. 5-də də hamısı. 6-da da hamısı yoxdur. Sonra 7-də. Aha, 8-in hamısı yoxdur. 9-da bu və 69. Aha, bunlar. Dairəyə alınan və üstünə xətt çəkilməyən ədədlər sadə ədədlərdir. Bu ədədləri yaz. 2, 3, 5, 7, 11, 13, 17, 19, 22, 23. Bir dəqiqə. Burada 22-dən xətt çəkmişik. Baxaq. Yox, 22-dən yox. Aha. 22, sonra 23, 29, 31, 33, 37, 41, 43, 47. Sonra 47, 53, 59, 61, 67, 71, 70, 100, 79, 83, 89, 80, 97. Gəlin bunları silək. Sonra burada deyir ki, bu üsulu nə üçün? Orotesfen ələyi də adlandırırlar. İzah et. İzah et. Deməli, sadə olmayan ədədlər ələnərək sadə ədədlər tapıldı və bu ələyə oxşayır. Elə deyil? Aha, belə dostlar, bir növ sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid ederim ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmayı və kanalıma abunə olmayı unutmayın. Hələlik.